Korinflərə 1-ci məktub. 14-cü fəsil. Naməlum dillər və peyğəmbərlik ənamları. Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə peyğəmbərlik ənamını səylə istəyin. Çünki naməlum dildə danışan adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, ruh vasitəsilə sirlər söylüyor. Peyğəmbərlik eləyənsə adamlarla onları ruhən inkişaf elətdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar. Naməlum dildə danışan özünü inkişaf elətdirir. Peyğəmbərlik eləyənsə cəmiyyəti inkişaf elətdirir. İstərdim ki, hamınız dillərdə danışasınız. Daha yaxşı olar ki, peyğəmbərlik eləyəsiniz. Çünki peyğəmbərlik eləyən insan dillərdə danışan insandan üstündür. Yalnız o halda belə deyil ki, dillərdə danışan insan cəmiyyətin inkişafı üçün danışdığını izah eləyir. İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər? Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər? Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar? Eyni tərzdə də, əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz. Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil. Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadəlli oluram, danışan da mənə yadəlli olur. Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf elətdirən ənamlarda üstün olmağa çalışın. Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah eləyə bilməsi üçün dua eləsin. Çünki əgər mən naməlum dildə dua eləyirəmsə, ruhum dua eləyir, amma şuurum bəhrəsiz qalır. Bəs mən neyniyim? Ruhən də, şuurlu surətdə də dua eləyəcəyəm. Ruhən də, şuurlu surətdə də ilahi oxuyacağam. Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası eləyirsənsə, o sənin şükranına necə amin desin? Axı sənin nə dediyini başa düşmür. Əlbəttə, sən yaxşı şükür eləyirsən, amma bu adam inkişaf eləyə bilməz. Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür eləyirəm. İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə, başqalarını öyrətmək üçün şuurlu surətdə 5 kəlmə deməyi üstün tuturam. Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun. Qanunda yazılıb, Rəbb deyir, bu xalqla yadillilərin ağzı ilə, başqalarının dilləri ilə danışacağam, amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər. Beləliklə, naməlum dillər iman eləyənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman eləməyənlər üçün deyil, imanlılar üçündür. Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar, yaxud iman eləməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz. Amma hamı peyğəmbərlik eləyirsə və ora iman eləməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq. Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üz üstə yerə döşənib Allaha səcdə eləyəcək və Allah həqiqətən aranızdadır deyib nida eləyəcək. Düzgün ibadət. Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy, bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. Əgər kimsə naməlum dildə danışırsa, 2 yaxud ən çox 3 adam növbə ilə danışsın, bir nəfər də izah eləsin. Əgər izah eləyən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın. 2 ya 3 peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd eləsin. Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun. Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik eləyə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız. Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur.
Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir. Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir. Onlar qanunun da buyurduğu kimi tabe olsunlar. Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır. Məyər Allahın kəlamı siz koriflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı? Kim özünü peyğəmbər və ya ruhani hesab eləsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir. Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək. Beləliklə, qardaşlarım, peyğəmbərlik eləməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın. Amma qoy hər şey ədəblə və intizamla edilsin.